Dostlar, hər birinizi kanalımıza salamlayırıq. Kanalımıza dəstək olmaq məqsədilə video bəyənməyi, paylaşmağı və ən əsası xəbərləri ilk oxumaq üçün abunə olmağı unutmayın. Bakıda qızı qaçıran ata polisə müraciət edib. Lentazın verdiyi xəbərə əsasən Kürdəmir rayon sakini paytaxtın Qazolun küçəsində yaşayan 1967-ci il təvəllüdlü Mahir Kazımov polisə müraciət edərək bildirib ki, qızı 1994-cü il təvəllüdlü Jalə Kazımova nişanlısı tərəfindən qaçırılıb. 50 yaşlı kişi qeyd edib ki, qızının nişanlısı olan paytaxt sakini 1992-ci il təvəllüdlü Qulamov Səfa Akif oğlu axşam saatlarında onun evindən qızı qaçırıb. Gənclər evlənmək məqsədi ilə qoşulub gediblər. Şikayətçi qızının tapılaraq evə qaytarılmasını xahiş edib və onlara el adəti ilə toy edəcəyini deyib.